Sonra Şeyh Rahmanullah buyurur ki, zikr-i təlbisi aləl-yəhud. O ki, Şeyh Rahmanullah min-cəzim necə başqa dinlərə iblis batilə haqqımı göstərir, don geydirir. Məsələn, misal çəkdi bütpərəstlər və s. Və sonra başlayır bu səmavi dinlər. Bəzilər bilirsiniz ki, dinlər kütürdür. Var səmavi, hansı ki, səmadan gələn, var ağıldan gələn. Və səmadan gələn, ümumən baxanda, nəzərdə tutulur Yahudilər, Yahudi dini, Nəsrani, bir də İslam. Lakin din bir dənədir. Yahudilərdə də, Nəsranilərdə də, İslam. Lakin onlar Musanın, İsa'nın dediyini etmədilər, döndülər. Aydındır. Yoxsa elə din hələ birdir. O yəni din müsabi ilənədir İslam. İslam gələndən sonra daha din qalmadı. İslam hamısını pozdu. Yəni Allah subhanətə buyurdu ki, İnnə din əndə Allah-ül-İslam. Allah yanında din, İslam dinidir. Yəni başqa din yoxdur da, qıtardır. Deyirlər Yahudi, Nəsrani, lakin onlar gəlin müsəlman olsunlar, tövbə edin. Burada Şeyh Rahmanullah deyir, Yahudiləri şeytan necə oynayır onlarla. Ümumiyyətlə, şeytan onlarla artıq oynayıb demiyorlar. Çünki çox onlara vaxt ayırmır. Ümumiyyətlə, Yahudilər, Nəsranilər. Çünki əsas şeytan müsəlmanlarla işləyir. Yorulur. Lakin əvvəl yorulurdu, indi rahatdır onun üçün, çox. Onun yeri İbn Abbas radiyallahu anhuma gəlib deyəndə ki, bəs ona da soruşdular ki, bəs Yahudilər deyir, biz ibadət edəndə şeytan gəlib bizə vəsvəsə eləmir. Amma siz ibadət edəndə özünüz etiraf edirsiniz ki, şeytan gəlib vəsvəsə eləyir. Və İbn Abbas deyir, düz deyirlər, şeytanlarla nə işi var? Yəni, şeytan gəlin müsəlmanlarla, yəni imanı düz olanla, Allah'a iman gətirənlə, Peyğəmbər salsın qəbul edənlə, onunla istəyir çalışsın, onun zərarətə yoxsa zərarətə gedənlə nə işi var onun? Və burada Şeyh Rahmanullah deyir ki, onların ən birinci vəsvəsələrindən hansı ki, şeytan vəsvəsə eləyib onlara, Allahı məxluqla oxşadıblar, Allahı. Və oxşadanlardan, məsələlərdən deyiblər ki, Allah məsələn fəqirdir. Və kasıbdır biraz. Bunlar biraz varlıdır. Allah subhanələ buyurur ki, Allah kasıbdır, birsə vardır. Və sonra dedilər, Allah gör ki, paxıldır, altı billər. Və sairə, belə Tövratda, uydurulmuş Tövratdapsa, müəyyən şeylər var ki, orada Allaha sözlər var orada, hal-hazırda. Xüsusən də Peyğəmbərlərə. Yəni, müəyyən Peyğəmbərlər ələ salınır. Və məsələn, şeytan vəsvəsələrindən olarsın, onlar dedilər, Üzeyr Allahın oğludur. O vaxt ki, Tövrat məhv olub getdi, yandırdılar hamısını, Rumlular. Və Allah subhanətlə Üzeyri yolladı. Və Üzeyr əleyhissalam gəldi, Tövratı oxudu əzbər. Onlar dedilər, subhanallah, sən Allahın oğlusan. Ona görə Yahudilər Üzeyr Allahın oğlu dedilər. Bu səbəbə görə. Gəl o vaxt ki, Tövratı əzbər oxudu, onlar dedilər, bu Allahdır. Allahın oğludur. Ola bilər, bəzi indi firqələr var, o bizim bəlkə də diyan var indiyəcəm bu sözü. Çünki Allah s.ə.v. Quranda deyir ki, onlar dedilər ki, Üzeyr Allahın oğludur. Həmçinin yəni şeytanın vəsvəsələrindən bir də oldu ki, Tövratı değişdilər. Xoşlarına gəlməyən ayələri gizlətdilər və özləri istəyən ayələri yazdılar. Nağılları, daha doğrusu. Həmçinin vəsvəsələrindən şeyh deyir ki, rahmanullah, Peyğəmbər salsın sifətlərin, Tövratda olan sifətlərini gizlətdilər.
Və bilirsiniz ki, Yahudilər gözləyirdilər, onlar da Tevratda da yazılıb, İncildə də. Bəs gələcək. Muhammed sallallahu aleyhi ve sellem gələcək. Hətta ərəbləri ədəliyirdilər. Yahudilər Məkkədə yaşamırlar, Mədinədə yaşayırdılar. Mədinədə və Mədinə ətrafında qəbilələrdə. Amma Məkkədə Yahudi yox idi. Onun Məkkəlilər laf cahil idilər. Amma Mədinələr biraz savadlı idi Məkkəlilərə baxanda. Mədinələr savadlı. Ona görə Mədinə fikir verirsə, Mədinədən qəbul etdilər hamısı. Yəni, Peyğəmbər sallallahu Mədinəyə gedir. Həcdə görüşdü Mədinə əhlindən. Birinci həcdə neçə nəfər qəbul edir? 20-dən çox. Axırda ikinci həcdə artıq 70-dən çoxsu qəbul edir. Ne üçün? Səbəb nə idi? Çünki onlar elmi var idi bu barədə, elmi var idi. Təzə Peyğəmbər gəlməyi var idi. Çünki Yahudilər onlara deyirdilər ki, gələcək filan kəs, belə, sifətlər, belə. Lakin Yahudilər bildilər ki, Yahudi olacaq. Və ərəb gələndə ərəblərdən dedilər, yox, biz qəbul edemirik bunu. Lakin Allah subhanələ deyir ki, öz övladları kimi onu tanıyırdılar. Yəni, öz balalarına necə tanırlar. Peyğəmbər sahələ tanıyırdılar ki, o Peyğəmbərdir 100%. Yərifunəhum, kəmə yərifun əbnəhum. Lakin inatkarlıq və təkəbbür və s. olan xəbis qəlbləri qəbul etmədi. Sonra Rahiməhullah buyurur ki, həmçinin onlar deməli, qəbul etmədilər ki, dinlər nəsx edir. Nəsxi qəbul etmədilər. Yəni, dedi, İsmaili kəs. Və sonra gəldi, bizi kəsmə. Qabaqki hökmün neyində? Pozdu. Ola ki, birinci hökmün nöş demişdi, məsləhət hikmət sahibidir. Demək olmaz, Allah nöş belə deyib. Belə istəyib. O bilir nə vaxt danışma lazımdır. Necə hökmün üçün və necə. Və nəsx var, Quranda da var. Onlar bunu inkar etdilər. Və sonra həmçinin dedilər ki, biz cəhənnəmdə biraz oturacaq. Yəni, od biraz toxunacaq bizə. Onlar elə gəldi. Ki, od, Allah s.ə.v. ki, onlar dedilər ki, lən təməssələn nəru illə əyyəmə mədudə. Od bizə biraz toxunacaq. Əsasən deyir, od bizi başqaları üçündür. Və bizi ağa, onlar hamısı, bizdən başqa hamısı kim varsa quldular. Gəlib dini kitablarında və sairə kimi zəlalətlər. Sairə kimi zəlalətlər. Həmçinin sonra Peyğəmbərə təyin etdilər ki, bəs sonsuzdur və s. Təyin etdilər və s. Həmçinin ki, bizim Peyğəmbərə, başqa Peyğəmbərlər də şeyx burada olan iblis necə vəsvəsə eləyir. Ondan danışdı. Sonra şeyx Rəhmanullah keçir nəsranilərə. Onlar da cəhənnəmdə inşallah yanan tayfanadan olacaq. İnşallah şeyx sonra onlardan danışır, onlardan danışarıq. İnşallah gələn dəstələrdə. Allah bilir. Sonra şeyx İbn-i Cəvzi Rahimullah buyurur ki, zikru təlbisihi alən nəsara. Sonra nəsranilərə iblis necə vəsvəsələr eləyir. Yəni bəzədir. Nəsranilərin dinin. Və şeyx burada deyir, ən birinci vəsvəsə başladı ki, bəs İsa Allahın oğludur. Bəzətdə olar. Onlar dedilər ki, bəs İsa elə bir ki, bir parçanın bir qırağıdır. Allahın elə bir ki, bir parçasıdır. Bir hissəsidir. Dedilər ki, kundur. Yəni Allah subhanətə ilə dedi, ol, İsa oldu. Lakin İmam Əhməd deyir ki, rahiməhullah, İsa oldu öyle, o ondan oldu. O ol deməklə oldu. O oldu. Lakin iblis bəzətdə olaraq və dedilər ki, Allahın oğludur. Və həmçinin başqa zərarətləri həddindən artıq çoxdur. Və şey yoxdur ki, həmçinin nəcis dinidir. Nəcis, nəsranilik. Nəcasət dini. Nəcasətdir həm əqidə cəhətindən, həmçində belə. Yəni zahirdən. Çünki onlarda nəcasət əfsəl əməllərdən biridir. Nə qədər mundar olsun, o da sən maşallah çox imanlı adamdır. Görsənir onlarda.
O həmişə görürsən, keşişlər mundar olurlar. Onlar çinmirlər. Çünki məsələn deyir, nə qədər su deyməzsən, o da fəzilətin artır. Və həmçinin bundan da gəlir sufilər. Sufilər də nəsanilərdən əmələ gələn şeylərdir, məcusilərdən. Onlar da görürsən, sufi şeyxləri mundar olurlar. Çinmirlər adını qoyublar ki, tərk-i dünya. Gör ki, bunlar dünya tərk və axirət üçün yaşayırlar. Lakin bu cür düzgün deyil, elə deyil. Və şeyx burada yəni onların zəlatından danışır. Və bilirsiniz, onlar da dəvət edirlər burada. Şey yoxdur ki, elmlə gəlir, o dəvətin qabağını alır, elmlə. Savadla. İnşallah elmlə dəvət olsa, inşallah batil əqidələr yayıla bilməz. Çünki Allah Subhanahu buyurur ki, haqq gəldi, batil gedir. Çünki batil möhtacdır yığılmağa. Hələ yığılan kimi olsa dağılır. Lakin əsas gərək haqqı deyəsən. Bəzən insanlar haqqı demir, öyrənmir və istəyirlər ki, nəsranilik dəvəti olmasın və s. Sırı mümkündür. Aydındır. Və sonra şeyx burada yenə Yahudilərlə, nəsranilərin necə iblis onlar üçün bəzədir. Hətta onlar dedilər ki, biz Allahın ən sevimləriyik. Yəni Allah bizi çox sevir. Təbii ki, onlar elə gəldi. Aydındır. Və sonra şeyh rahimullah sabiyinlərdən danışır. Sabiylər də burada şeyh 10 dəyərə getirib. Kimlər də olar? Sabiylər. Və bəziləri də ərəblərdir. Yəni müşriklər o vaxt. Bəziləri nəsranlərdir, bəziləri yahudlərdir, bəziləri. Allah bilir. Bəziləri onlar ki, tohid əhliydi onların arasında. Allah bilir, onlardan biridir, neysə. Onlardan biridir. Həmçinin o da şey yoxdur ki, iblis, xülasə iblis heç kəsdən yan keçməyib. Hətta tohid əhlində vəsvəsələr eləyir. Və iblisin köməkçiləri şeytanlardır. Və şeytanlar bizim məsciddə də kifayət qədərdir. Görsən də, məsələn, hərdən görsən, şeytanlıq eləyirlər. Görsən, başın ona aid olmayan söhbətlərə girişir. Xoşu gəlir ki, məsələn, kimsə, məsələn, kimlə mübahisə eləyir. Belə iblislər, iblis şərəfdir, şeytanlar, bizdə var, əlhamdülillah, gözləyməsin. Hələ şeylə olanda, gerək onun ağzından vurasan. Yumruqla yox, sözlə. Deyəsən ki, Rasul sallallahu aleyhi ve sellem deyib ki, kişinin gözəlliyi odur ki, ona aid olmayan məsələlər qarışmasın. O kişinin gözəlliyindəndir. O adam ki, ona aid olmayan məsələlər qarşı, kişi də öləsinə. Anladır. Rasul hədisini görə. Öyle müsəlman ona aid məsələlər qarşımalıdır. Və çalışmalı fitnədən o zaman fitnə əhlindən də. Və biz bilirik burada danışırlar və minbir gecə nağıllarından da danışırlar. Və onlar özlərinin ehtiyatlı olsunlar. Bura hamısı xoş niyyətlə gəlməlidir, özlə xoş niyyətlə gelməlidir. Kim pisliyi istəsən inşallah pisliyi də gedəcək Allahın iznilə inşallah. Aydındır, ona görə hələ fitnəkarlar, iblis, şeytanlara görəndə onlara nəsiyyət edin. Nəsiyyət edin, nəsiyyət olmasa başqa yolla, məsələn, axırı qabağını almaq lazımdır. Sonra şeyx burada, rəhməhullah, məcusilərə toxunur və şeyx gətirəcək hamısını burada. Necə həmçə müsəlmanlara ayrıca başlayır danışmağa. Namaz qılanda, oruç tutanda necə vəsvəsələr eləyir. İndi məcusilərdən toxunur, inşallah bu da qalacaq inşallah o birisi dərsə. Ümumiyyətlə, görürsən, insanlar bəziləri Allahın hökmündən danışırlar. Yox, qalsın. Allahın hökmündən. Allahın hökmü, Allahın hökmü, Allahın hökmü. Görmüsən riba və s. Riba halal etmək və s. Birinci o cür, amma insanlar demək lazımdır ki,
avamdır. Ki 70 il kommunizmdən çıxan cəmiyyətdən o istəyir ki, yəni 7-ci əsrdə İslam dövləti necə idi, o cür olsun. Mümkün deyil axı. O özü hələ deyil, o danışan. Sən bir daha o danışan dinləsən, Allahın hökmünü edirsən. Vallahi yaxşıda olsan, yüzlərlə Allahın hökmünə özü müxalifdir. Allahın hökmü hakimə aid deyil, hamımıza aiddir. Həm məhkuma aiddir. Aydındır. Və insan Allahın hökmünü tətbiq eləməlidir bacardığı qədər. Bacardığı qədər Allahın hökmünü. Şeylər var, Allahın hökmündən danışır, özü tətbiq eləmir. Onu hələ şey olanda, ümumiyyətlə, o cür nağılları qulaq asanda, birinci sən Allahın hökmülə hökm verirsən, vallahi yox. Hələ Allahın hökmünü pozanlar hələ Allahın hökmünü danışanlardır. Xavariclər. Allahın hökmündən danışdılar, hələ Allahın hökmünü özləri pozdular. Ən birinci. Lakin iblis onları dəyişdirir, başqa cür göstərir və şirtir söhbəti, onların xəbəri yoxdurlar. Çünki cahildirlər. Və cahili iblis necə istəyir oynadır. Və demək istəyirəm ki, hələ adamlarla da biraz ehtiyatlı olmaq lazımdır və həmçinin baş salmaq lazımdır. Aydındır, ən birinci elm öyrənmək lazımdır. Elm göstərəcək sənə Allahın hökmü nədir? Aydındır, birinci tohid öyrənmək lazımdır. Tohid, Peyğəmbər sünnətin nə danışım olar, hansı məsələlər girişmək olar və s. Ondan sonra belə məsələlərdən danışa bilərsən. Yoxsa heç nə bilmədən qarışsın, zəlalata düşəcəksən. O adam ki, məsələn, Quran-ı Kərimi bilmədən qarışsa, zəlalata düşəcək. Quran zəlalata aparacaq. Quran nə vaxt sənə zəlalata aparmaz, qoruyar, səni zəlalatdan çıxardır, elmlə. Əgər düzgün yanaşsın. Aydındır. Allah subhanətən inşallah bizi sabit etsin. Sonra Şeyx Rahmanullah bin Cəvzi Rahmanullah buyurur, Zikr-i təlbis iblis aləl munəccimin və ashabül fələq. Sonra Şeyx necə fələk əhlinə, yəni münəccimlərə zəda bu, ulduzların azadına məşğul olanlara necə vəsvəsələr verir. Belə deyir vaqidəni. Və məsələn, vəsvəsələrindən deyirlər ki, bəs bu aləm qədimdir, yəni əvvəlidən bunun xəlqindən heç olmayıb. Öz-özündən olub və ya hələ bəliydi. Cürbəcür rəylər deyirlər. Bu vəsvəsələndəndir. Yəni, xaliq yoxdur. Və təbii, bu hamısı küfürdür. Yəni, bu əqidədə olan kafirdir, şək yox. Və hətta müsəlmanlarda da görsən, Şafi Rahimullah deyir, biraz fələk elminə məşğul oldum, qorxdum bu elmdən. Qorxdum ki, münəccimlərdən olaram. Tərk elədim. Yəni, biraz məşğul olub, sonra tərk eləyib ki, bəs qorxub nəsə birdən düz olmaz. Ümumiyyətlə, insanlar yəni, əqidələrin bağlı ilə ulduzlarla belə var, görsən, uzun qulaq iri və ya uzun qulaq ayı ki, məsələn, uzun qulağın ayında da olubsa, 6-cı gün şəhərə çıxmasın, yoxsa ticarət eləsin, ulduz belədir, bu hamısı küfürdür. Televizdə reklam edirlər bunu. Bir dənə veriliş var, deyir ki, belə eləməz. Meymun ayında olan belə. Subhanallah. Olmaz belə şeylərə inanmaq. Küfürdür. Qeyb Allah subhanətə hər şeydir haline. Ulduz yox. Belə adam var ki, səhər birinci ona baxır sonra, yəni günün o cür qurur. Ulduzun bilməyən nə deyir? Subhanallah. Ulduz əqidəsi. Ona görə bu hamısı küfürdür. Gərək belə şeylərdən çəkinəsən və cəmaata da bəyan eləməlisən ki, bu cür şeylərlə inanmaq olmaz. Və sonra həmçinin necə bəhsi inkar edənlərə vəsvəsə edir şeyh, yəni iblis. Və bəhsi inkar eləmək, yəni inkar edir ki, ölülər təzdən diriləcək. Yəni insanlar öləndən sonra dirilməz. Və bu da şübhələndən biridir müşriklərin, Əbu Cəhlin. Əbu Cəhl yaxşı idi, məsələn, Heci Əbu Cəhl, Heci idi Əbu Cəhl. Çünki həc edirdilər axı müşriklər. Əbu Ləhəb zat, Heci Əbu Ləhəblə
Həcə Əbu Cəhil, bunlar nəyə şeylə eləyirdilər, yəni inanırdılar. Deyirlər, Allah Subhanahu taala xaliqdir, ruzu verən Allahdır. Bəs deyilən Allahdır öldürən, Həcə Əbu Cəhil belə deyirdi. Lakin, körlüyürdü nədə? Vasitədə Allah vasitə qoşurdu, hansı ki, İslam gəldi, o cür olmaz. Və həmçinin dedi ki, bəs öləndən sonra dirilməyəcək insanlar. Bu da müşriklərin inkar etdiyi şeylərdən biri idi. Birinci vasitəni qəbul etmədilər, dedilər ki, bunu danışır. İkinci də bəs yəni insanlar öləndən sonra dirilməyəcək. Və ona görə Allah Subhanahu taala Quranda əgər oxusan fikir verərsən, neçə yerdə onlarla mübahisə edir. Onların dəlillərini batil göstərir. Ki, onların dəlilləri batildir. Məsələn, əgər inanmırsınızsa, bəs birinci nə üçün inandınız? Əgər birinci heçnənə xəlq etdiysə səni, bu ikinci hasandır. Var idin və dağılmışsan, yığmaq lazımdır. Hansı çətindir? Təbii birinci. Birinci inanır ki, Allah xaliq, bəli, Allah mən xəlq edir, heçnədən. İkinci deyir, yox. Hansı ki, var idin və dağılmışsan, onu yığmaq lazım. Hansı çətindir? Birinci çətinə inanır, hansına inanmır. Və ya məsələn, başqa cür, yəni, şübhələr cavab verirdi. Allah Subhanahu taala Quranda elə cavab verib bunlara. Və də Peyğəmbərlər göstərib. Peyğəmbərlərdən biri Bəqərə surəsindədir. Deyir ki, ya Rab, yəni, göstərmək məsələsində, yəni, necə insanlar təzdən yığılacaq, qalxacaqlar. Allah Subhanahu uzun qulağı olan onu öldürür, daha doğrusu yatışdırır o Peyğəmbəri 100 il. 100 ildən sonra oyanır, bir də ağzının altındaydı, oturmuşdu, süfrəsini də qoymuşdu qabağa. 100 ildən sonra oyadır bunu. Görür, uzun qulağı hamısı sümüydü, dağılıb, hər şey dəyişib. Sonra deyildi, bax ki, necə birləşəcək. Bəqərə surəsi axırıncı ayələrdir. Və başlayır, sümüklər birləşin, sonra ət gəlir üstünə, dəri gəlir və ruh gəlir, təzdən uzun qulaq deyilir, və belə. Və şey yoxdur ki, xaliq üçün bu heç nədir. Xaliq üçün heç nədir. Və bəziləri başa düşür ki, bəs torpaq olacaqlar, necə bu diriləcək? Subhanallah, sudan əgər xalq eləsə, torpaq onun üçün heç nədir. Aydındır. Və bəziləri başa düşür ki, bəs qəbirdə o söz var ki, gör ki, yaxşı yaşamaq, pis yaşamaq. Bəs açanda gerək orada 3 talib olsun, villa, zat, yaxşı yaşamaq odur, zat. Deyir, açmışı görmüş necə var hələdir. Şey yoxdur ki, bu qeybi məsələdir. Və əzab çəkir, ruh da, bədən də, əhlüsün və cəmaə qədəsinə görə. Həmçinin ləzzət alır cənnətin nemətlərindən ruh da və bədən də. Lakin necə bilmirik. Ola bilər, yəni, meyit görərik, yanıb ancaq əzab çəkir. Və artıq çünki başqa mərhələdədir, başqa aləmdədir. Çünki bizim aləmə görə, bəli, əzab çəkəndə görə əlamət olsun, hərəkət, tərpənsin zat. Amma bərzəx həyatı isə başqa həyat daxil. O həyatla bu həyatı müqayisə eləmək olmaz. Necə ki, cənnət həyatına bu həyatı müqayisə eləmək olmaz. Və ya məsələn, deyirlər şəhidlər diridir. Diri də ola ölüblər, yəni bədənlə. Lakin ruhən, onlar cənnətdədirlər. Allah Subhanahu taala şərəfləndirib onları. Allah yanında ruzlanırlar. Necə Peyğəmbərlər də. Lakin necə bilmirik. Və ya məsələn, İsa aleyhissalam diridirsə. Lakin bu yiyib, içməlidir bizə görə. Hətta yaşasın. Həm də bu o da il. Lakin necə biz bilirik, lakin bilmirik necədir. Çünki o başqa aləmdədir tamamən. Allah yanında. Yəni bu dünyanı müqayisə eləmək olmaz. Bəzilə bu dünyanı müqayisə eləyib inkar edər. Müəyyən şeylər düzgün deyil. Axirət həyatının əhkamları, şəraiti başqadır. Bərzəx həyatının əhkamları, şəraiti başqadır. Həmçinin bu dünya əhkamları, şəraiti başqadır. Müqayisə eləyib, heç birini müqayisə eləmək olmaz. Necə İbn Abbas radiyallahu anhuma deyir, cənnətdə meyvələrin adı bir gələ bilər, amma keyfiyyət tamam başqadır. Anladın? Və bu vəsvəsələr təbii iblisin, mömin inşallah, yəni bəhsə iman 6 şərtindən biridir. Yəni iman əhli ona şək gətirmək olmaz. Çünki iman
şərtlərində şək gətirsin, artıq küfürdür. Və sonra Şeyx Rahimullah başlayır başqa məsələlərə, iblisin vəsvəsələrindən inşallah gələn dəstədə danışarıq, Allah bilir. Ümumiyyətlə, bu məsələ bizim cəmiyyətdə də var. Yəni, doğuşan ayı, uzun qulaq ayı və insanların çoxsu belə şeylə inanır. Belə bilər ki, ulduzlar nəsə təsir edir, nəsə və s. Kim uzun qulaq ulduzunda doğulubsa, biz bu həftə 4-cü gün məsələn heyətə çıxmasın, maşın vurar onu və s. Hətta ali elm əhli çıxıb bu cür, iblisin dostları və yayırlar iblisin köməkləri. Və bilmək lazımdır ki, ümumiyyətlə, ulduzlara iman bizdə necə olmalıdır? Ümumiyyətlə, Əhlüsünnə və Cəmaət belədir ki, biz ulduzlara baxırıq ki, Allah Subhanahu taala ulduzları 3 şeyə görə yaradıb. Deməli, birinci dünya bəzətmək üçün səmanı. İkinci, yol tanımaq üçün. Çünki qabaq kərvanlar, dənizdə gəmilər, ulduzlara baxıb gedirdilər. Qabaq bu kompasdır, zaten böyle şeyler yox idi. Ulduzlarla gedirdilər. Həmçə üçüncüdə cinləri qovmaq üçün. O cinləri ki, hansı ki, qədərə qulaq asmaq istəyirlər. Mələklərin bildiyi, yazdığı qədərə. Bəzi cinlər gedirlər samanın qapılarını, qoyurlar qulaqlarını ki, qulaq asınlar qədərə. Çünki gətirib burada bizim baxçılara biraz xəbər versinlər. Güclü baxçılara, baxçılar çoxdur. Çoxsu yalancıdır, elə var doğrudan iblisin dostlarıdır. Və ulduzlar, hətta səmada axşam vaxtı görəndə görürsən bir dənə keçdi belə ulduz. O cinləri qovur. O cinləri hansı ki, qulaq asmaq istəyir Allahın qədərinə. Mələklər yazan qədərə. Və Allah Subhanahu taala 3 şeyə görə yaradıb ulduzlar, bunlardır. Lakin ulduza necə baxmaq lazımdır? Bəzən ulduzlara baxırlar, elə bilirlər ki, ulduzdur hər şey eləyən. Yağışı ulduzdur verən. Təbii ki, bu böyük şirkdir. Ulduzlara baxanda bu cür əqidə hansı ki, o adam ki, etiqad edir ki, və ya deyir ki, ey ulduz, ey Mars, bəs bizə ulduz yağış ver, bu kafirdir, şək yoxdur. Çünki böyük şirk edir, böyük. Şirk kimi daxil. İndi şirk olub heç nə, tevhid. Şirk olub əla tevhid. Tevhid olub şirk, yox bidət. Tevhid olub bidət, yeni bir şey. Şirk olub ən gözəl bidət. Allah'ın müstahım. Deməli, birinci növ ulduzlara iman gətirənlərin deyirlər ki, filan ulduzdansa yağış desələr kafirdir, yəni. Böyük şirkdir bu. Həmçinin şirkin ikinci növdür. Çünki ne üçün kafirdir, ne üçün şirk elədi? Allah'tan qeyrisindən dua elədi. O şey ki, Allah qalırdı. Allah Subhanahu Kur'an-ı Kerimdə buyurur ki, وَمَنْ يَدْعُ مَعَ اللّٰهِ إِلَٰهًا آخَرَ لَا بُرْهَانَ لَهُ بِهِ فَإِنَّمَا حِسَابُهُ عِنْدَ رَبِّهِ إِنَّهُ لَا يُفْلِحُ الْكَافِرِينَ Müminun suresi 7. ayet. Allah Subhanahu bu ayədə buyurur ki, kim Allah'tan qeyrisine dua eləsə, istəsə bir şey, Allah'tan qeyrisindən. O şeylər ki, Allah qadirdir ona. Belə məsələ o demək deyil ki, sən birindən kömək istəmək olmaz, ancaq Allah'tan istəyən. Şey yox, Allah'tan istəməsən, o şey ki, məxluq bazarır, məxluqdan istəyə bilərsən. Belə məsələn, insan xəstələnib, deyir, mən Allah'tan istəyirəm. Şey yoxdur, istə Allah'tan. Çünki şəfa verən odur. Ola ki, səbəbdən götür, səbəb. O səbəblər ki, şəriət deyib, bu səbəb olmalıdır. Amma o şeylər ki, şəriət deyib, səbəb götürmək olmaz. Və həmçin başqa ayda Allah Subhanahu buyurur ki, وَاَنَّ الْمَسَاجِدَ لِلّٰهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا Cin suresi 18. ayət. Allah Subhanahu bu ayədə qadağan eləyir Allahın beytində Allah'tan qeyrisinə dua eləmək. Yəni Allah'a çağırmaq, Allah'tan qeyrisinə çağırmaq, ondan şəfa istəmək. Həmçinin Allah Subhanahu başqa ayədə buyurur ki, وَلَا تَدْعُوا مِنْ دُونِ اللّٰهِ مَا لَا يَنْفَعُكَ وَلَا يَضُرُّكَ
Allahdan qeyrisinin hansı ki, sənə nə fayda verir, nə də zərər verir. Yarpaq yəni, əskilər, heykəllər, daşlar və s. olaraq oxşayanlar. Onlar nə fayda verir, nə də zərər. Onlara dua eləmə. Çünki Allah Subhanahu deyir, onlar nə fayda verir, nə də zərər. Fəin fəaltə, əgər etsənsən, yəni Allahdan qeyrisinin dua, hansı ki, nə fayda verir, nə zərər, fəinnəkə idən minət zalimin. Onda sən zalimlardasan. Zülm də şirkdir yəni bu ayədə. Yəni müşriklərdənsən. Yunus surəsi 106-cı ayə. Deməli, bu şirkin birinci növü hansı ki, ulduzlarda insanların çoxsu şirk edir. İkinci növü hansı ki, o da böyük şirkdəndir. Təbii ki, bu şirk birbaşa ulduzdan istəməkdir. Bu rububiyyədə şirkdir. Rububiyyədə. Dindən çıxardığı şək yoxdur, özü də yaxşı yoluna gedir uzağa Allah bilir nə qədər. Deyəsən, görsənmir daha. Həmçinin şirkin ikinci növü hansı ki, ulduzlara nisbətən baxır ki, bəs bu yağışlar hamısını ulduz deləyən. Lakin dua eləmir. Fərqi budur ki, birincidən dua eləmir. Demir ki, ey Venera, məsələn, bizə yağış ver, bizə vəzifə ver və s. Bu deyir ki, baxır ulduza ki, filan ulduzdur bunu eləyən. Birinci dua elirdi. Amma ikinci isə dua eləmir, lakin görür ki, o ulduzdur. Məsələn, Veneradır bu işləri görən. Daha doğrusu birinci uluhiyyədə şirkdir. Bu rububiyyədədir, ikinci növü. Çünki birinci duayı daxil. Dua ibadətdir, uluhiyyə aiddir. İbadət olan məsələlər uluhiyyədir. Tevhid-i uluhiyyədə şirk edir birinci. Amma ikinci isə dua eləmir. Lakin görür ki, məsələn, bunu hansısa ulduz eləyir, yağışı. Bu da şirkdir, böyük şirk. Həmçinin bəziləri görürsən, ulduza baxırlar, o kiçik şirkə artıq gedir, səbəb görürlər ulduzu. Bilir ki, Allah deyilən, ola ki, səbəb görür onu. Bu da balaca şirkdir. Bu cürdə etiqad eləmək olmaz. Ulduz səbəb görmək. Lakin etiqadlı budur ki, Allah deyilən. Allahdır xəlq eləyən yağışı və s. Həmçinin üçüncü növü var, ulduzlara baxanda bu cür fikir caizdir olar. Məsələn, ulduzlara baxır vaxt kimi, vaxtı bilmək üçün. Məsələn, yağış yağır və ya o filan ulduz belə gələndə bilir ki, yağış yağa bilər. Necə ki, məsələn, hava məlumatı, buludlarla, elmlə. Bulud, məsələn, gələndə bura, deyirsən, bilirsən ki, artıq ehtimal var ki, yağış var, 100% olmasa. Bu cür eyb etməz ulduzlara baxmaq. Yəni, baxırlar havanın məlumatını bilmək üçün. Aydındır, ulduzların, ən ki ulduzların, buluddan, ulduzdan gelmir. Ümumiyyətlə, ulduz noddursa, dəbdir. Bulud yoxdur, hə? Doğuşan buludlar zadı yoxdur. Və belədir, bu əqidə. Ulduzlara nisbətən əqidə belə olmalıdır müsəlmanda ki, fəqət vaxt kimi bilmək üçün baxmaq olar. Amma qaldı ki, səbəb görmək və ya demək, o da eləyən və ya ondan istəmək, bunlar hamısı köfürdür, böyük şirkdir, Allah subhanələ qadağan eləyib, həmçinin ulduz falı da zat, onlar hamısı bir gecənin nağıllardır, ya da Məlik Məmmədin, deyib Məlik. İnsan müsəlman gəlib belə şeyə inanmıyor. Allah razı olsun.